Salam, benim adım Günay Essedir. Mən şuuraltı kvant terapistiyəm. Bugün istəyirəm sizinlə həyatınızı dəyişdirən bir meditasiyanı paylaşım. Bu meditasiya həyatınıza baxışınızı dəyişdirəcək və əgər sizi narahat edən hər hansı bir sual və ya məsələ varsa, onun cavabını öz şuuraltınızda tapa biləcəksiniz. Hər şey şuuraltınızda baş verir və şuuraltı sizin həyatınızı idarə edir. Bu meditasiyanı maşın sürərkən dinləmək qadağandır. Sakit bir otaq tapın. Heç kəsin sizi narahat etmədiyi bir yer. Qulaqlıqları taxın. Bu meditasiyanı qulaqlıqla dinləmək daha yaxşı effekt verir. Telefonu təyyarə rejiminə alın ki, sizi heç bir mesaj və ya zəng narahat etməsin. Bu praktikanı oturaq vəziyyətdə etməyiniz məsləhətdir. Ayaqlarınız yerə möhkəm basmalıdır. Uzanılı şəkildə də edə bilərsiniz. Sadəcə o zaman sizi yuxu apara bilər, delta vəziyyətinə keçə bilərsiniz. Başlayırıq. Sən deyə müraciət edəcəm. Rahat bir şəkildə otur və rahatla. Gözlərini yum və daha da rahatla. Bədəninin tamamilə istirahət etməsinə icazə ver. Bugün səninlə zehninin və bədəninin dərinliklərinə səyahətə çıxacağıq. Rahatla. Vücudunun ağırlaşmasına, yumuşaq olmasına, həll olunmasına və gərginliyi buraxmasına icazə ver. Fikirlərini, düşüncələrini, qayğılarını burax. Bu sənin vaxtındır. Özünə qulluq etməyin, özünü sevməyin vaxtıdır. İndi burnundan dərin bir nəfəs al və ağzından bu nəfəsi burax. Bir daha burundan dərin bir nəfəs alırıq və ağızdan bu nəfəsi yavaş-yavaş buraxırıq. Aferin. Bir daha burnumuzdan dərin bir nəfəs alırıq. Ağızdan bu nəfəsi yavaş-yavaş veririk. Bir daha dərin bir nəfəs alırıq və ağızdan bu nəfəsi buraxırıq. Çox gözəl. İndi isə yenə dərin bir nəfəs alırıq burundan və nəfəsimizi tuturuq. 1, 2, 3 və yavaş-yavaş burnumuzdan nəfəsi buraxırıq. Bir daha burundan nəfəs alırıq, nəfəsi saxlayırıq. 1, 2, 3 və buraxırıq nəfəsi. Bütün döş qəfəsimizdən bütün nəfəsi buraxırıq. Bir daha burnumuzdan uzun, dərin nəfəs alıb və nəfəsimizi tuturuq. 1, 2, 3 və ağzımızdan yavaş-yavaş nəfəsi veririk. Əla. Bütün nəfəsi buraxın. Çox gözəl. İndi isə təsəvvür et ki, bütün bədənini isti bir rahatlama, istirahət yorğanı bürüyür. Rahatlama, gevşəmə yorğanı. Təsəvvür et ki, yatmağa gedirsən. Yastığı, yorğanı hiss et. Sən istirahətə çəkilirsən. Bədənin rahatlaşır. Bədənin rahatlaşır. Bədənin rahatlayır və sən yuxuya gedirsən. Ürəyinin döyüntüsünü dinlə. Ürəyin hər dəfə atdıqca səsini dinlə. Hiss et. Dərindən nəfəs al
nefes alışında burnundaki yüngül soyuqluğu hiss et. Otaqdakı havanı hiss et. Hava necədir? Soyuq yoxsa isti? Quru yoxsa rütubətli? Bütün diqqətini burnunun ucunda yönəlt. İndi isə mən səndən bir daha dərin bir nəfəs almağı və bu nəfəsi çanaq əzələlərini sıxaraq etməyi istəyəcəm. Bir daha nəfəs alırıq və çanaq əzələlərini bacardığın qədər sıx və oradan istiliyin yayıldığını hiss et. Təsəvvür et ki, o isti parlayan qızılı rəngdə bir alov topudur və bu top bütün bədəninə ışıq şəklində yayılır. Nəfəs alarkən bu istiliyi aşağıdan yuxarıya doğru yönəlt. Bu istilik onurğanın içərisinə girsin, daha da yüksəlsin, beyninin tam mərkəzinə, epifiz vəzinin yerləşdiyi yerə qədər yüksəlsin. Bu vəzin üzərində milyonlarla mikroskopik zolaqlar var. Nəfəsin və istiliyin ora çatdıqda bu kristallar xoşbəxtlik hormonları istehsal etməyə başlayırlar. Sənin nəfəsin elektromagnetik sahə yaradır. Çox güclü, işıqlı aura. İndi isə diqqətini qaşlarının arasındakı üçüncü gözünə çevir və üçüncü gözünün arxasına, beyninin içərisinə diqqətini yönəlt. Orada kiçik, parlaq bir nöqtə görəcəksən. Çox gözəl. Hal-hazırda hansı hadisə və ya hansı problem səni narahat edir? Nəyi bilmək və ya nəyi həll etmək istəyirsən? Bu barədə düşün. Bu sualın cavabını bugün alacaqsan. Bu sualın cavabını sənə şuuraltın verəcək. İndi biz bu cavabı alacağın, şuuraltının sənə bu cavabı verəcəyi bir səyahətə yollanacaq. Sən səhnələr və şəkillər görəcəksən və cavab sənə ya bir görüntü, ya bir düşüncə və ya sadəcə ani bir məlumat şəklində gələcək. Vermək istədiyin sualı bir daha düşün, yadında saxla. Getdik. Bədəninə ayaqlarının altından, torpaqdan beyaz bir işığının girdiyini və dizlərinə doğru qalxdığını təsəvvür et. İşıq hər əzələni, hər hüceyrəni sarır və yuxarı qalxmağa davam edir. Qarın əzələlərini rahatladır və döş qəfəsinə doğru çıxır. Çiynini, qollarını, əzələlərini təmizləyir bu işıq. Biraz daha yüksəlir və bu işığı başının içində hiss edirsən. İndi isə bu işıq təpə nahiyəndən yuxarı doğru çıxır. Artıq işıq sənin başının üstündədir və sən yüngülləşib özün bu işıq topunun içinə girirsən və yuxarıdan öz bədəninə baxırsan. İndi biraz daha yüksəlirsən və olduğun otağa baxırsan. O ışıqla birlikdə yuxarı uçduğunu təsəvvür et. Olduğun otağın tavanı aralanır və sən daha yüksəyə uçursan. Binanızın damı açılır və biraz daha yüksəyə.
ağacların üstündən uçaraq yüksəlirsən. Aşağı bax. Bütün şəhəri görürsən. Bütün ölkəni. Biraz daha yüksəlirsən. İndi buludları, mavi su ləkələrini, materiklərin qəhvəyi ləkələrini görürsən. Daha da yüksəklərə uçduqca onlar da səndən uzaqlaşır. İndi bütün günəş sistemini görürsən. Sonsuzluğa doğru uçursan. Çoxlu ulduzlar, parlaq kiçik nöqtələr görürsən. Artıq sən kainatdasan və qalaktikamızdan getdikcə daha da uzaqlaşırsan. İndi bütün qalaktikamız kiçik bir nöqtə kimi görünür. Bütün düşüncələrin, problemlərin və narahatlıqların aşağıda qaldı, yerdə. Sonsuz kosmosda sən artıq planetimizin yerləşdiyi qalaktikanı, fiziki bədəninin qaldığı o evi və yaşadığın ölkəni və şəhəri görə bilmirsən. Sən artıq heç bir şeyin əhəmiyyəti olmadığı sonsuzluğun içində üzürsən. Burada yalnız sən varsan. Sən və sonsuz, azad, saf ruhun. Yeryüzündə nə qədər vaxt keçdiyini bilmirik. Sən milyardlarla kilometr uçmusan. Zamanın olmadığı yerdəsən hal-hazırda. Yerdə nə qədər vaxt keçdiyini bilmirik. Orada səni narahat edən bütün insanlar, həll olunmamış problemlərin, xoşagəlməz halları hamısı geridə qaldı. Onlar artıq mövcud deyil. Sən sonsuzluqda üzürsən. Heç nə səni narahat etmir. Və biraz bu vəziyyətdə qal. Biraz daha bu vəziyyətdə süzül. Çox gözəl. İndi isə təsəvvür et ki, parlaq və isti bir işıq şüası yavaşca səni götürüb yer kürəsinə qaytarır. Galaktikaların, ulduz qruplarının yanından uçub keçirsən. Atmosferdən, buludlardan, mavi səmadan uçursan və yer üzünə qayıdırsan. Artıq 40 il keçib. Özünü rahat hiss etdiyin bir yerə eniş edə bilərsən. 40 ildən sonra özünü harda görürsən? Ətrafa bax. Nə görürsən? Hardasan? 40 il sonra özünü harda görürsən? Bəlkə böyük pəncərələri olan gözəl, işıqlı bir evdəsən. Bəlkə dəniz sahilində, çimərlikdəsən və günəşli bir ölkədəsən. Bəlkə günəşin doğuşunu seyr edirsən və ya gün batımını. Hara enməndən asılı olmayaraq ətrafa baxmağa devam et. Hiss et. Bu yerin ətri ilə nəfəsinə doldur. Bu yerin səslərini dinlə. Ətrafa bax. İndi isə özünə kənarda bax. Özünü 40 yaş daha yetkinləşmiş halına doğru yaxınlaş və özünə bax. Necə birinə oxşayırsan? Sənin 40 yaş daha yetkinləşmiş halın, bu insan necə birinə oxşuyur? Bu insanın necə xoşbəxt olduğunu hiss et. Necə gözəl bir həyat yaşayıb. Onun əllərinə bax, əllərinə yaxından bax.
üz çizgilərinə bax. Etkinləşmiş sənin özünü necə çox sevib, necə özünü qəbul etdiyini hiss et. Ondan ətrafa yayılan xoşbəxtliyi hiss et. Bu anı xatırla. Bu anı hiss et. Bu insana yaxınlaş və onun gözlərinin içinə bax. Sənə mehriban, sevgi dolu gözlərlə baxar. Hər zaman səni sevən, səni hər zaman sevib qoruyan insanın gözlərin içinə baxırsan. Həmişə sənə qayğı göstərən, heç vaxt sənə xəyanət etməyən insan. O hər zaman sənin yanında olur. İndi isə səni narahat edən həmin sualı xatırla və 40 yaş daha yetkin olan xoşbəxt sənə həmin sualı ver. Sualının cavabını ondan ala bilərsən. Buyur, soruş və cavabı gözlə. Cavab gəldi. Cavab hansısa şəkil şəklində gələ bilər, vizualizasiya şəklində. Bəlkə sənə məsləhət verdi. Bax və qulaq as. Sualını 40 yaş daha yetkin sənə ver və cavabını gözləmlə. Sənə zaman verirəm. Bütün mənfi simvollar və ya şəkillər cavabın negativ olduğunu, sənin üçün doğru olmadığını bildirir. Əgər müsbət bir cavab gəldisə, demək ki, yolunu tapmısan. Şuuraltından xahiş et sənə harmoniya və xoşbəxtliyin olduğu yerə aparan o yolu göstərsin. Ola bilsin ki, 40 ildən sonra səni narahat edən bu sual artıq əhəmiyyət də kəsb etmir. Özünə bir yetkin, xoşbəxt, gözəl və huzurlu, rahat bir insan kimi bax. Bir neçə dəqiqə daha burada qal. Yetkin səninlə danış, söhbət et. Həyatını necə yaşadığını, bu həyatda necə xoşbəxt olduğunu ondan soruş. Atdığı hansı addımların və qərarların onu bu xoşbəxt yerə apardığını ondan soruş. O özünü tam xoşbəxt, gözəl, müvəffəqiyyətli, uğurlu hiss etdiyi yerdədir. Xoşbəxtlik və sevinclə doludur. Xoşbəxt olmağın nə olduğunu hiss et. Qarşındakı insanı qucaqla və ona təşəkkür et. Hər şeyin hər zaman yaxşı olacağına, nə olursa olsun, bu sənin yaxşılığına olduğuna əmin ol ki, düzgün qərarı verə biləsən. Şükür hissini et, minnətdarlıq hiss et, özünə, yetkin sənə təşəkkür et, ona sevgi duy, ona minnətdar ol. Artıq sən gələcəyini gördün və xoşbəxt sənə doğru
yolu da şuuraltın sənə göstərdi. İndi isə mən ondan 1'ə qədər sayacağım və sən səsimi dinləyərək günümüzün reallığına qayıdacaqsan. 10. İndiki zamana qayıdırıq. 9. Özünü sakit, huzurlu hiss edirsən. 8. Həmin yerdən uzaqlaşırsan. 7. İndiki zamana qayıdırsan. 6. Xoşbəxtlik içindəsən. 5. Şəxsi xoşbəxtliyinin heç bir şeyin poza bilməyəcəyini bilirsən. 4. Işıqla dolmusan artıq. 3. Enerjinin, kainatın enerjisinin bir parçası olduğunu bilirsən. 2. Evə qayıdırsan. 1. Artıq geri qayıtdın. Əgər yuxuya getmədinsə, o zaman ayaq barmaqlarını və əl barmaqlarını zəhmət olmasa tərpət. Gözlərini açmadan bədənini indiki anda təsəvvür et və hiss et. Belə bir fürsətin sənə verildiyi üçün minnətdar ol. Gözəl gələcəyinə görə özünə təşəkkür et. Şükür duy. İndi 3'ə kimi sayacağım və gözlərini açıb gümrah, enerjili və xoşbəxt bir günə davam edəcəksən. 1, 2, 3. Əgər bəzi simvollar və ya şəkillər gördün və bunların nə olduğunu başa düşmədinsə, mənə soruşa bilərsən. Burada olduğun üçün sənə təşəkkür edirəm.